ləyaqətlə xidmət etmək bizim şərəf borcumuzdur. Yox. Mən Vilayət Eyvazovdan üzr istəməliyəm. Cənab nazirə qarşı haqsızlıq etmişəm. Ay millət, Vilayət Eyvazov oğraş deyil. Vilayət Eyvazov gözü ilə görən oğraşdır. Bilirsiniz nə olub? Polislər jurnalist dostumu Ülviyə Əlini həbs ediblər və aparıblar Bakı şəhər polis idarəsinə. Orada isə jurnalist xanım Əli qandallı ola polislər tərəfindən işgəncəyə məruz qalıb. Sonra isə Bakı şəhər polis idarəsinin rəisi General Oğraş üzr istəyirəm. General mayor Əkbər İsmailov otağa gəlib və jurnalist xanıma bilirsiniz nə deyib? O deyib ki, ay Ülviyə Əli, sən telefonunun parolunu bizə, yəni polislərə verməlisən. Telefonumun parolunu verməsən, polislərə tapşıracam ki, səni burada zorlasınlar. Təsəvvür edirsiniz? Görün bu oğraş polislər necə qudurub ki, artıq jurnalistləri zorlamaqla hədələyirlər. Buradan həmin o polis rəisinə, cənab general mayor Əkbər İsmailova səslənirəm. Cənab rəis, belə kayfın dombalıbsa, kimisə zorlamaq istəyirsənsə, o de Vilayət Eyvazovun 3 dənə övladı var. Hər gün bir uşağını polis idarəsinə dəvət elə, bas getsin də, zorla getsin də, jurnalistlərlə nə işin var, ha?